Kuleyni rəhmətullah əleyh Əbdüləla İbn Əyundan bir dənə rivayət nəql edib. Bir dənə rivayət gətirib, çox eşitməli bir rivayətdir ki, Əbdüləla İbn Əyun İmam Sadiq ağanın yaxınlarından idi. Həmən bu Əbdüləla nəql edir ki, mənim dostlarım mənə bir məktub yazdılar. Məktub göndərdilər ki, mən o məktubda bir sual eləmişdilər ki, mən onu İmam Cəfər Sadiq əleyhissalamdan soruşam. Bilirdilər ağa ilə mənim yaxınlığımı, dostluğumu ki, onların da məktubunda sual bundan ibarət idi ki, müsəlmanın öz mömin qardaşının boynunda olan haqqı nədir? Qardaş deyəndə söhbət burada kişinin kişi üzərindəki hüququndan getmir. Qardaş deyəndə yəni insanların üzərində olan haqqından gedir. Orada xanıma da aiddir, kişiyə də aiddir ümumən. Ki, bunlar bir sual eləmişlər ki, müsəlmanın öz mömin, müsəlman qardaşının, bacısının üzərindəki haqqı nədən ibarətdir? Mən gəldim İmam Sadiq ağanın evində, ağaya bu sualı verdim. Ki, ağa amma sualın cavabını vermədi. Çünki məsumlar biliblər, insanlar üçün bu mövzu çox ağır bir mövzudur. Bəzən olub, hətta Həzrəti Peyğəmbərin zamanında, hətta Həzrət Əmir Əl-Muminin Əli ibn Əbi Talibin zamanında və digər məsumlar əleyhissalamın zamanında bu mövzular çox görsənib. Bu mətləblər daha çox gözə dəyib tarixdə. Xüsusən də İmam Cəfər Sadiq əleyhissalamdan, İmam Baqir əleyhissalamdan ki, bizə rivayətlər çox yetişib. Həmçinin bu mətləblər gözə çox dəyir ki, bəzən İmam bəyəm hər hansı bir sualdan xəbərsizdirmi, insanların sualının cavabını verməyib. Amma imam ki, bir sualın cavabını verməyib, o işin bir hikməti var. O işin bir hədəfi var. O iş hər hansı bir hikmətə uyğun olaraq cavablandırılmır. Deyir, Əbdüləla deyir, mən gəldim İmam Sadiq əleyhissalama sual verdim, heç cavabını da almadım. Ta ki, mən imamla deyir, sağollaşırdım, imamın evindən ki, çıxırdım. Dedim ki, Yəbnə Rəsulillah, Peyğəmbərin balası, axı mənim dostlarım mənə sual yazıblar, məktub yazıblar, sual soruşublar, mən də sizdən sual soruşdum, heç bunun cavabını da mənə vermədiniz. İmam buyurdu ki, inni əxafu ən təkfuru, buna xatır o suala cavab verməmişəm ki, qorxuram onu eşidəsən, sonra ona küfr eləyəsən. O sözü eşidəsən, məsuliyyəti üzərinə gələn, məsuliyyətindən xəbərdar olasan, amma riayət eləməyəsən. Nə qədər ki, onlar bu mövzunu eşitməyiblər, onların hesabı yoxdur. Amma elə ki, mövzudan xəbərdar oldular ki, əvvəldə mən buna xatır o cümləni qurdum, buna xatır o cümləni ifadə elədim ki, nə qədər eşitməmisən, bir o qədər məsuliyyətin yoxdur. Amma o zaman ki, eşitdin, bir o qədər məsuliyyətin çoxaldı.